Opsiyonların insanları bu qədər cəlb etməsində bir nömrəli səbəbi leverage effektidir. Opsiyon müqavilələri adətən 100 səhmi təmsil edir. Təsəvvür edin ki, Nvidia və ya Microsoft kimi böyük şirkətlərin 100 ədəd səhmini almaq üçün sizə 10 minlərlə dollar lazımdır. Gənc bir investor üçün bu qədər pul yoxdur. Lakin broker ona belə bir təklif verir. Sənə 10 minlərlə dollar lazım deyil. Cəmi 500 dollar ödəyərək 100 səhmin idarəsinin qazanc potensialını satın ala bilərsən. Bu təklif o qədər cazibədardır ki, insanlar buna etiraz edə bilmirlər. Kiçik məbləğ və böyük pullar qazanmaq illüziyası beynin dopamin mərkəzini aktivləşdirir. Lakin leverage iki ucu çox iti olan bir qılıncdır. Bu qazancları kosmosa qaldırdığı kimi itkiləri də cəhənnəmin dibinə çəkir. Pərakəndə investorlar opsiyonları sığorta üçün deyil, sırf spekulyasiya üçün aldıqlarına görə qısa müddətdə böyük faizli itkilərlə üzləşirlər. 10 min dollarlıq səhm portfelinizin bir gündə 5% düşsə, bu sadəcə 500 dollar itki deməkdir. Siz rahat yata bilərsiniz, lakin 10 min dolları birbaşa qısa müddətli opsiyonlara bağlasanız, həmin o 5%lik səhm düşümü sizin opsiyon portfelinizin 80%, 90% və ya tamamilə sıfıra endirə bilər. Səhmlərdə pulunuzun hamısını itirmək üçün şirkət iflas etməlidir. Opsiyonlarda isə pulunuzun hamısını itirmək üçün bazarın bir neçə gün sizin əleyhinizə getməsi və ya sadəcə yerində sayması kifayətdir.